Son illerin en güclü hava hadisələrindən biri yaşanacaq. Gündəm xəbərinin efirində isə 23 avqust tarixidir və Gündəm xəbərinin efirində isə bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, Britaniyanın Met Office Meteoroloji xidməti inkişaf eləyən El Niño hadisəsinin son 10 illiklərdə məhz ən güclərindən birinə çevrilə bilməsi ilə bağlı xüsusi bir xəbərdarlıq verir. Qeyd edək ki, El Niño sakit okeanın tropik hissəsindəki bəzi okean səthinin qeyri-adi şəkildə isinməsi ilə əlaqəlidir və qeyd edək ki, bu olduqca böyük iqlim hadisəsi hesab olunur. Onun təsirlərinə gəlincə isə yalnız həmin regionla məhdudlaşmır, belə ki, dünyanın müxtəlif yerlərində temperatur, yağıntı və hava şəraitinə güclü şəkildə təsir göstərə bilir. Mütəxəssislər isə hadisənin inkişafını diqqətlə izləyirlər. Belə ki, güclü El Niño az öncə qeyd etdiyimiz kimi bəzi müxtəlif yerlərdə əgər temperatur, yağıntı və hava şəraiti məsələsi ilə bağlı güclü yağıntı verirsə, digər bəzi ölkələrdə isə kəskin şəkildə quraqlıq ehtimalını və daşqın riskini də artıra bilir deyə məlumatda qeyd olunur. Qeyd edək ki, Gündəm xəbər bu məlumatı lentaza istinadən diqqətinizə çatdırdı.